Əziz abituriyentlər, bugünkü videomuzda sizə Sasanilərin və Ərəblərin hakimiyyəti dövründə mövcud olan torpaq mülkiyyət formaları haqqında məlumat vermək istəyirəm. Qeyd edim ki, Sasanilərin hakimiyyəti dövründə iki torpaq mülkiyyət forması olmuşdu. Bunlardan biri Dastakert, digəri isə Xostaq idi. Dastakert torpaqları irsən keçən torpaqlar idi və bu torpaqlara nəsli torpaqlar da deyilirdi. Xostaq torpaqlar isə hərbi xidmət müqabilində verilən şərti torpaqlar idi və qeyd edim ki, Xostaq torpaqları 6-cı əsrdə Xosrov və Nuşirvan islahatlarından sonra yaranmışdı. Ərəblərin hakimiyyəti dövründə isə 5 torpaq mülkiyyət forması olmuşdu. Bunlardan divan, mülk, iqta, vəqf və icman adını qeyd edə bilərik. Divan torpaqları dövlətə məxsus olan torpaqlardır, yəni bu torpaqlardan gələn gəlir birbaşa dövlət xəzinəsinə yönəlirdi. Mülk torpaqları ayrı-ayrı feodallara məxsus olan və irsən keçən torpaqlardır. İqta torpaqları hərbi xidmət müqabilində verilən torpaqlar idi və ərəblərin dövründə bu torpaqlar iki cür olurdu: bağışlanan iqta və icarə olunan iqta. Vəqf torpaqları ayrı-ayrı dini idarələrə, müxtəlif məscidlərə və məqbərələrə aid olan torpaqlardır. Sonuncu torpaqlar isə icma torpaqlardır. Qeyd edək ki, bu torpaqlar kəndlərin istifadəsinə verilən torpaqlardır və vergilərin ağırlığı da məhz bu torpaqların üzərinə düşürdü.